Yeganə imamdır ki, döyüş meydanında şəhid olmuşdur. Yeganə imamdır ki, təvəssül duasında ona ya şəhid deyərək xitab edilir. Halbuki bütün imamlar şəhid olublar. Yeganə imamdır ki, sağlığında 2 şəhid atası olmuşdur, Əli Əkbər və Əli Əsğərin. Yeganə imamdır ki, dünyadan köçməyinin 40-cı günü ziyarət olaraq qeyd olunur. Yeganə imamdır ki, pak qəbri 10 dəfədən çox dağıdılıb, əlaməti qalmasın. Yeganə imamdır ki, dünyaya gəlməmişdən 1000 illər öncə onun müsibətini ağlamışlar. Sağlığında əza məclisi tutulmuş, hətta uşaqkən onun müsibətinə görə göz yaşı dökmüşlər. Yeganə imamdır ki, qüsursuz və kəfənsiz dəfn edilib. Yeganə imamdır ki, mübarək başını bədənindən ayırıblar. Yeganə imamdır ki, nizədən, oxdan, qılıncdan və daş qalaqdan yüzlərlə yara aldıqdan sonra şəhid edilmiş və susuz dodağına zərbələr vurulmuşdur. Yeganə imamdır ki, şəhid edildikdən sonra ailəsini əsir götürmüşlər. Yeganə imamdır ki, atası, anası və 9 övladı məsumdur. Yeganə imamdır ki, dünyaya gəldiyi ay heç bir şəhadət yoxdur və şəhid edildiyi ayda da heç bir mövlud yoxdur. Yeganə imamdır ki, 6 aylığında dünyaya gəlib. Yeganə məsum və yeganə imamdır ki, qəbrinin torpağından şəfa məqsədi ilə yemək olar. Yeganə imamdır ki, hər il ərbəyində milyonlarla insan atası Əmirül-Müminin Əli əleyhissalamın Nəcəfdəki mübarək və pak qəbrini ziyarət eləyib, 80 kilometr məsafəni Kərbəlaya piyada gedərək onun mübarək qəbrini ziyarət eləyirlər.